Bu təbiət elə belə öz-özünə yaranmayıb. Təbiət yaranıb, insan da yaranıb, amma təkamül deyilən bir şey var. Təkamül nədir? Məsəl üçün, 1900-cü ildəki Azərbaycanın təsəvvürü ilə bugünkü insanın təsəvvürü eyni deyil. Amma əfsus ki, 100 illərlə keçib Mirzə Ələkbər Tahirzadə yazıb, şeirlər yazıb insan haqqında. Yazıblar nələr, hər şeyini tənqid edib. Doğrudan da millətini sevər bir insan olub. Mirzə Cəlil nələr ediblər olar. Bilirsən, onlar elə belə adamlar olmayıblar. İndi nəyin təkamülü gedir? Bu da degradasiyanın təkamülü gedir. Bu həqiqətdir. Bu da insanlar yalnız çörək axtarmaqla məşğuldur. Başqa ideya yoxdur. Yəni, 100 il o dövrdən bu günə gəlib, bizim dəyişən bircə qalstukumuz dəyişib, and olsun Allah. Təfəkkürümüzdə, şuurumuzda bir-belə irəliləyiş yoxdur. Müəllimsiz, bəs deyirsiniz ki, insanlar çörək ardınca gedirlər də. Bəs çörək ardınca gedən adama deyə bilərikmi, otur kimyanı oxu, otur fizikanı oxu? Yox, onun beyninə də girməz heç o. Mümkündürmü? Xeyr. Niyə bəs onda qınayırıq gəncləri? Gəncləri kim qınayır? Yəni, cəmiyyət olaraq qınayırıq. Siz ola bilər qınamırsınız. Yox, cəmiyyət olaraq... Sosial şəbəkələrdə hər kəs gəncləri qınayır. Yox, kim qınayırsa səhv edirlər. Yox, savadsızları da var, xanım. Buyurun. Bunu bilmək lazımdır. Bizim Azərbaycan xalqı elmi sevmir. Bunu biləsən. Bizim insanlar hər şeydən əvvəl o Tanrıya inanır, biz də hamımız Allahımıza inanırıq. Elə mən deyir, burada durum, neyliyim? Allah mənə ruzi bərəkət versin. Belə deyil. Məsələn, toy olur, toyumuza baxının bir. Bəylə gələni arz edir. Allahdan arz edirəm, Allah başından töysün. Allah adam başından daş da yağdıra bilər. Amma başından töysün. Biri demir ki, sən çalışqan olasan, öz sənətini yaxşı biləsən. Gərək ona desinlər ki, hər ikiniz o qədər çalışasınız, çoxlu pul qazanasınız, o pulla atanıza, ananıza, qohumlara da hörmət eləsiniz və dövlətimizin vergisini də verəsən, dövlətimizə də xeyir verəsən. Heç kəs bunu demir. Eləcə deyir, Allah başından töysün, yiyib içəsən qarındır.